Hər vaxtınız xeyir olsun əziz şagirdlər, necəsiz? Mən Fizika Akademiyasının Azərbaycan dili təlimçisi Sayılova Xalidə. Bugün deməli 4-cü siniflərin monitorinq imtahanı keçirilmişdi. Gəlin onun C variantına baxaq. Deməli başlayaq. İlk 3 sual çox rahatdır. Yəni şəkillərdən əlbəttə tanıyırsınız ki, 1-də stuldur, 2-də deməli saatdır, 3-də isə şamdır, A variantı. Gəlin keçək mətnimizə. Leylanın diriyi. Deməli birinci mətnimizi oxuyaq ki, yay tətili idi. Leyla nənəsi ilə gəlmişdi. O axşam gün batana yaxın bağa keçdi. Nənəsi bağın bir tərəfində dirlik becərirdi. Leyla gələndə nənə dizlərini yerə qoyub həvəslə işləyirdi. Kiçik ləklərdə müxtəlif bitkilər vardı. Onların xırda yamyaşıl yarpaqları çox gözəl görünürdü. Bunu görən Leyla heyranlıqla dedi: "Nənə, sənin dirliyin necə də gözəldir." Nənə gülümsədi. "Gözəldir, amma bunun üçün çox əmək sərf etmək lazımdır. Kaş mənim də belə dirliyim olaydı." Nənə cibindən bir qədər qarışıq toxum çıxarıb Leylanın ovucuna qoydu. "Götür, tezliklə sənin də gözəl bir tərəvəzləkin olacaq." Toxumlar o qədər balaca idi ki, Leyla onların müxtəlif tərəvəzlərin necə çevriləcəyini təsəvvür edə bilmirdi. O soruşdu: "Bəs onlar nə vaxt böyüyəcək?" Nənə cavab verdi: "Tezliklə." Leyla qollarını çırmalayıb işə girişdi. Həvəslə anbarın yanındakı kiçik sahəni təmizlədi. Balaca çuxurlar qazdı, toxumları onların içərisinə qoydu, üstünə su tökdü və pıçıldadı: "İndi isə başlayın böyüməyə." Ertəsi səhər gözünü açar-açmaz bağa qaçdı. Torpaq düzən necə idisə eləcə də qalmışdı. Leyla, bəlkə onlara daha çox işıq lazımdır deyə düşündü və toxumların üstünə kölgə salan ağac budaqlarını çəkib digər budaqların arasına keçirtdi. Xeyli gözlədi, ancaq bunun da bir faydası olmadı. Torpaqda heç bir cücərti görünmürdü. Səbri tükənən Leyla torpağa tərəf əyildi. "Toxumlar, tez olun, cücərin." Toxumlardan səs-səmir çıxmadı. O biraz daha yaxınlaşıb ucadan qışqırdı: "Dedim cücərin." Onun səsini eşidən nənəsi Leylanın yanına gəldi. "Bu nə səsdir belə?" Leyla gineyləndi. "Nənə, bu toxumlar cücərmir ki, cücərmir." Nənə dedi: "Axı sən çox qışqırırsan, balam. Yazıq toxumlar qorxurlar. Sən onlardan çox çətin bir işi dərhal yerinə yetirmələrini tələb edirsən." Leyla təəccübləndi. "Necə yəni çətin? Böyümək məgər bu qədər çətin bir işdir?" Nənəsi əlini ehtiyatla torpağın üstünə qoydu. Toxumlar yerin altında çox maraqlı proseslərdən keçir. Onlardan ilkin kökçüklər çıxır. Bu kökçüklər aşağıya, torpağa doğru inkişaf edir. Onlar sanki yol axtarırlar. Bunu səyyahların səyahətinə bənzədə bilərsən. Sonra kökçüklər tədricən böyüyərək bitkini torpağa bərkitməli və ona lazım olan suyu ötürməlidir. Bütün bunlar baş verəndən sonra biz torpağın üzərində cücərtilər görə bilərik. Deməli, ilk və vacib inkişaf bizim görmədiyimiz yerdə, yəni torpağın altında baş verir. Leyla artıq torpağa tamam başqa gözlə baxmağa başladı. Torpağın dərinliklərinə doğru uzanan hər tərəfə qol-budaq atan nazik kökləri xəyalında canlandırdı. Ertəsi gün qonşudan onlara Səmir adında bir oğlan gəlmişdi, qonaq gəlmişdi. Deməli, o Leylanın bağda olduğunu bilib oraya getdi. Leyla bu vaxt toxumların üzərinə düşən çöpləri təmizləyirdi. "Leyla, nə işlə məşğulsan belə?" Leyla fəxrlə cavab verdi: "Dirlik becərirəm." Səməd qəhqəhə çəkib güldü. "Bu ki sadəcə torpaq yığınıdır. Bu ki sadəcə torpaq yığınıdır. Ortada nə bitki var, nə də cücərti." Leyla biraz da kədərləndi. Sonra nənəsinin dediklərini xatırladı və dedi: "Biz bunu görmürük, ancaq köklər torpağın altında öz işini görür." Biraz keçmişdi ki, güclü yağış başladı. Damcılar torpağı döyəcləyirdi. Leyla yaman narahat oldu. Toxumların zədələnəcəyini düşündü. Qaçıb bir neçə köhnə taxta parçası tapıb toxumların üstünü örtdü ki, onları yağışdan qorusun. Axşam yağış kəsdikdən sonra Leyla şam yandırıb toxumların yanına qoydu. Şamın işığı torpağın üzərində parıldayırdı. O torpağa sarı əyilib pıçıldadı: "Sizə nağıl oxuyacağam ki, darıxmayasınız." Ertəsi gün o yenə gəldi şeir oxuyur. Sonra gəldi isə mahnı zümzümədi. Torpaq hələ də susurdu, ancaq Leylanın daxilində əsəbdən əsər əlamət qalmamışdı. O sakitcə oturub yarpaqların xışıltısına qulaq asırdı. Qəlbinə qəribə bir rahatlıq çökmüşdü. Bağda vaxt keçirməkdən zövq aldığını anlamağa başladı. Beləcə bir neçə gün keçdi. Bir gün yenə toxumların yanına gəlib onların cücərməsini gözləyərkən yuxuya gedir və nənəsi onu ayıldır uşaqlar. Ayıldanda gördü ki, torpağında neyniyib cücərtilər başlamışdı. Deməli, toxumlar artıq kök salıblar. Bəli qızım, artıq köklərini torpağa sancıblar. İndi isə günəşə tərəf boylanacaqlar, boyatacaqlar. Görürsən, onların işi nə qədər çətindir. Bəli, Leyla dedi, böyümək doğrudan da çətinmiş. Gəlin keçək suallarımıza. Leyla toxumları harada əkir? Əlbəttə ki, anbarın yanında. Leyla toxumların əkdiyi günü səhərə nə görür? Heç nə dəyişməmişdi. Leylanın dilindən verilmiş hansı cümlə onun məhz olduğunu hiss olunur? Nənə, bu toxumlar cücərmir ki, cücərmir. Leyla ağacın budaqlarını niyə kənara çəkir? Çəkir ki, uşaqlar onlara işıq düşsün. Yazıq toxumlar qorxurlar. Niyə görə qorxurlar? Çünki qışqırmaq onların böyüməyinə kömək etmirdi. Nənə bunu demək istəyirdi. Nənənin sözlərindən sonra Leylanın torpağa münasibəti necə dəyişmişdi? Torpağa qulluq edərək uşaqlar səbirlə gözləməyə başlamışdı. Səməd Leylanın sözlərinə niyə güldü? Çünki uşaqlar dirlik dediyi yerdə ancaq torpaqdan ibarət idi. Güclü yağış Leylada toxumlarla bağlı hansı düşüncəni formalaşdırmışdı? Qorxurdu ki, deməli, bir dəqiqə. Toxumları təbiət hadisələrindən qorumalı olduğunu düşünmüşdü. B variantı idi. Çünki zədələyə bilərdi onu. Bitki fayda verir. Əmin oldu, yağışda toxum əkdiyi tapacaq oldu.
Deməli, B variantı. O sakitcə oturub yarpaqların xışıltısına qulaq asır. Niyə görə uşaqlar qulaq asırdı? Deməli, torpaq hələ də susadığı üçün dilik becərmək fikrinə əl çəkmişdi. Xeyr, çox zəhmət çəkməli olduğunu xatırlayanda yorulurdu. Xeyr, toxumlar əsəbi olduğu üçün. Xeyr, bu fəaliyyətdə və bağda olmaqdan zövq almağa başlamışdı. Cücərtiləri görəndə Leyla nəyi anlamışdı? Gördü ki, uşaqlar deməli, toxumlar artıq torpağa kök salıb. Nənənin mətninin ən sondakı görürsən ki, onların işinə qədər çətindir fikri nəyi göstərirdi? Deməli, toxumların cücərənə qədər keçdiyi bir inkişaf prosesini. Hekayədə müəllif hansı əsas ideyanı çatdırmaq istəyirdi? Deməli, uşaqlar başqasının tənqidi ilə işi sürətlə bitirməyə kömək edir. Xeyr, baxın, inkişaf üçün səbir və zəhmət lazımdır. Və 16-cı sual, burada nə yazacaqsınız? Deməli, niyə bənzədirdi ki, onları səyyahlara? Çünki səyyahlar da müəyyən bir yerə gedərkən, deməli, yollar axtarırlar. Eyniliklə də bu cücərtilər, yəni onun kökçükləri torpağa birləşmək üçün müxtəlif yollar axtarırdı. Cavab olacaq, yəni bu formada da yaza bilərsiniz. Təbiətin super qəhrəmanları. Deməli, burada bir su ayğırından, bir də, deməli, su ayğırı nədir? Su ayısından və liradan danışır. Gəlin baxaq, mən bu mətni digər videoda oxumuşam və bizə lazımdır su ayısının deməli, ona aid olan xüsusiyyətlər. Uzun müddət yemək və su olmadan yaşaması və havasız mühitdə belə sağ qalması 2-4-ü götürəcəksiniz B variantı. Mətndən əsasən su ayısı haqqında hansı fikir doğrudur? Deməli, müxtəlif temperatur şəraitində sağ qala bilirlər uşaqlar. C variantı. Su ayısının mətndəki digər heyvanlardan fərqləndirən onların mikroskopla görünməsidir. Çünki çox balaca idi. Alimlərin yəni su ayısının hansı xüsusiyyətinin sirrini hələ də tam aça bilməmişlər. Onların yuxu rejimi uşaqlar uzun müddətdə, hətta 30 il yatırdılar deyənə və sonra qida ki, belə deyim də, təbiət canlananda, qida yarananda onlar üçün və onlar ailə bilirdilər 30 il müddətdən sonra. Ona görə lira quşu ilə bağlı hansı fikir doğrudur? Deməli, əsasən gündüzlər yatır, xeyr, geniş açıq ərazilərdə xeyr, səs təqlidindən ov etmək, müdafiə olunmaq üçün istifadə edirlər. Səs təqlidindən, deməli, ov etmək və müdafiə olunmaq üçün, düşməndən gizlənmək üçün ağac budaqlarında deyil uşaqlar, kolluqlara daxil olurlar. Amma səs təqlidindən ov etmək və müdafiə olunmaq üçün istifadə edirlər. Çünki burada gəlin baxaq. Gəlin o hissədə tapaq. Baxın, o bu qeyri-adi bacarıqla həm düşmənlərini qorxudub uzaqlaşdırmaq, həm də ovunu aldatmaq və ələ keçirə bilər. Bu kolluqlara, ağac budaqlarında deyil. Ona görə də biz götürəcəyik A variantı. Mətnə əsasən lira quşu təhlükə hiss etdikdə nə edir? Baxın, burada var. Sürətlə qaçıb sıx kolların arasında gizlənir. Deməli, kvokkalar bu hissədə yoxdur mətnimizdə, yəni bu PDF-də yoxdur, amma pişiyə bənzədilir. Niyə həmişə xoşbəxt görünür? Çünki uşaqlar, onların üz cizgiləri o formadadır. Mətnə görə kvokkalar dözümlüdürlər, çünki suya dözə bilirlər. Niyə aksolotl özünü yenidən yaradan canlı adlandırılır? Çünki uşaqlar itirdiyi üzvləri bərpa edə bilir. Müəllif niyə aksolotlun qolunu Lego parçası ilə müqayisə edir? Deməli, bilirsiniz niyə? Çünki bərpa olma prosesini oxucunun təsəvvüründə aydın canlandırmaqdan ötürü. Necə ki, Legonu biz rahatlıqla yığa bilirik və eyniliklə də o canlı öz yəni itirdiyi bədən üzvlərini bərpa edə bilir. Mətnin yazılmasında müəllifin əsas məqsədi nədir? Təbiətdə hər bir canlının özünə məxsus bir gücə malik olduğunu göstərmək. Mətndə son abzas başlıqsız verilib. Orada uşaqlar nə yaza bilməli? Texnologiya təbiətdən üstündür. Əlbəttə ki, bu hissəni o da yaza bilmərik. Və niyə görə müəllif onu səs yazan cihaz adlandırırdı? Çünki uşaqlar o təbiətdə eşitdiyi hər bir səsi asanlıqla təqlid edə bilirdi. Ona görə biz eşitdik ki, mişar səsidir, fil səsidir, müxtəlif heyvanların səsidir. Onları təqlid edə bilir. İzlədiyiniz üçün təşəkkür edirəm və onu da qeyd edeyim ki, uşaqlar, bu mətnlərdə olsun, bu suallar olsun, bizim yəni Fes Akademiyinin 4-cü siniflər üçün olan vəsaitində var. Yəni oxşar suallar, eyni suallar vardır. Ona görə də gələn inşallah 4-cü siniflər bizim daha doğrusu gələn ilki inşallah ki, monitorinqi daha yaxşı yazması üçün bizim vəsaitlərimizi müxtəlif kitab mağazalarından əldə edə bilərlər. Gəlin sizə onun şəklini göstərim. Baxın, bu formadadır. İzlədiyiniz üçün təşəkkür edirəm.